Polis Batumi şəhərində baş vermiş bıçaqlanma hadisəsi ilə bağlı 3 nəfəri saxlayıb. Saxlanılan şəxslər 2 nəfəri qəsdən ağır bədən xəsarı yetirməkdə ittiham olunurlar. Onların törətdikləri əməllər 13 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır. İstintaqla müəyyən edilib ki, 2025-ci il oktyabrın 19-da Batumidə baş verən mübahisə zamanı saxlanılan 2 şəxs 2 nəfərə soyuq silahla müxtəlif bədən xəsarəti yetirib. Hadisə zamanı digər şəxs isə zərər çəkənləri ölümlə hədələyib. Yaralılar xəstəxanaya aparılır və onlara lazımi tibbi yardım göstərilibdir. Hadisə ilə bağlı istintaq aparılır. Msxeti Mityoneti polisinin əməkdaşları narkotik cinayətinə görə 5 nəfəri saxlayıb. Onlar narkotik vasitələrin satışında ittiham olunurlar. Bu cinayətlərə görə 20 ilədək və ya ömürlük azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. Polis narkotik maddələrin satışında şübhəli bilinən şəxslərdən məhkəmə qərarı əsasında bir neçə dəfə nəzarətli alqı-satqı həyata keçirib və bu əməliyyatların gizli audio video çəkilişlərini aparıb. İstintaq tədbirləri zamanı saxlananların üzərindən və yaşayış evlərindən sübut kimi müxtəlif növ narkotik vasitələr aşkarlanıbdır. Hadisə ilə bağlı araşdırma aparılır. Hüquq mühafizə orqanları 2 yetkinlik yaşına çatmayan şəxsə qarşı törədilmiş əxlaqsız və seksual xarakterli əməliyyatlara görə bir nəfəri saxlayıb. Bu cinayət 12 ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutur. Aparılan istintaqla müəyyən edilib ki, təqsirlənilən şəxs 14 yaşına çatmamış ögey uşağına qarşı seksual xarakterli əməllər törədib. Davam edən istintaq çərçivəsində həmçinin müəyyən edilib ki, saxlanılan şəxs qonaq olan 14 yaşına çatmamış qohumuna qarşı da əxlaqsız hərəkət edib. Həyata keçirilən istintaq tədbirləri nəticəsində hüquq mühafizə orqanları hakim qərarı əsasında cinayəti törədən şəxsi Tbilisidə saxlayıb. Maddi sübut kimi təqsirləndirilənin mobil telefonu götürülüb və həmin cihazda özünün törətdiyi əxlaqsız və seksual xarakterli əməlləri əks etdirən video yazıları olub. Faktla bağlı istintaq aparılır. İmereti polisi xüsusi böyük miqdarda narkotik vasitə aşkarlayıb. Hadisə ilə bağlı bir nəfər saxlanılıb. Saxlanılan şəxs əvvəllər dəfələrlə məhkum olub. Cinayətə görə 20 ilədək və ya ömürlük azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. Hüquq mühafizə orqanları saxlanılan şəxsin üzərinə baxış zamanı satış üçün hazırlanmış, xüsusilə böyük miqdarda 27 ədəd bağlamada qablaşdırılmış alfa PVP adlı narkotik vasitə aşkarlayıbdır. Bundan əlavə təqsirləndirilənin göstərdiyi müxtəlif yerlərdə daha 4 bağlama narkotik vasitə götürülüb. Polis ümumilikdə 31 bağlama narkotik vasitə ələ keçirib. Hadisə ilə bağlı araşdırma aparılır. Daxili İşlər Nazirliyi Qırmızı Körpü keçid məntəqəsi vasitəsilə Gürcüstana gətirilən 250 kiloqram heroini ələ keçirib. Əməliyyat zamanı 2 Gürcüstan vətəndaşı saxlanılıb. Narkotik vasitələrin Qarabazardakı dəyəri təxminən 80 milyonları təşkil edir. Saxlanılan şəxslərin hər ikisi əvvəllər narkotik vasitələrin satışına görə məhkum olunub. Onlara böyük miqdarda narkotik vasitələrin qanunsuz əldə edilməsi, saxlanılması, ölkəyə gətirilməsi və çıxarılması maddələri üzrə ittiham irəli sürülüb. Aparılan əməliyyat tədbirləri zamanı müəyyən edilib ki, heroin ölkəyə yük avtomobillə gətirilibdir. Yük maşını gömrük sərhədində nəm salfetlərlə yüklənilmiş kimi göstərilib və qonşu ölkədən Qırmızı Körpü gömrük keçid məntəqəsi vasitəsilə Gürcüstana daxil olub. Narkotik vasitə Batumi gömrük keçid məntəqəsində yük maşınına baxış zamanı aşkar edilib. Qutularda salfetlər əvəzinə heroin xüsusi şəkildə qablaşdırılıbdır. Bundan əlavə, istintaq tədbirləri çərçivəsində saxlanılan şəxslərdən birinin yaşayış yerinə baxış zamanı heroin aşkarlanıb. Törədilmiş cinayətə görə təqsirləndirilən şəxsləri 20 ilədək azadlıqdan məhrum etmə və ya ömürlük həbs cəzası gözləyir. İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 260-cı və 262-ci maddələri ilə aparılır.